düyünlü qotur xəstəliyindən sonra gec sağalır? Deməli, qotur xəstəliyi fərqli klinikalarda təzahür edir. Bunlardan ən çətin sağalını, müalicəyə gec tabi olanı düyünlü qoturluqdur. Düyünlü qoturluq iki halda mümkündür. Birinci olaraq xəstədə hər hansı bir digər autoimmun və yaxud da digər yanaşı şəkər xəstəliyi və yaxud da ki, autoimmun xəstəliyin olmasıdır, immunoloji problemin olmasıdır. İkinci halda isə bəzi azyaşlı pasientlərdə daha çox olur bu. Bunlarda limfoplaziyalar ola bilər, qoturluqdan sonraki düyünlərin uzun müddət qalması. Bu, bəzən 3, 5, 6 və yaxud da 1 il müddətində çəkə bilər. Bu zaman biz artıq kimyəvi terapiya yox, yəni parazitar terapiya yox, digər steroid terapiyalara üst tuturuq. Yerli olaraq inyeksiya vasitəsilə düyünlərin üzərində inyeksiya aparılır ki, sağalma müddətini tezləşdirsinlər və bu müddət ərzində də pasientin limfositlərinə nəzarət edirik, ümumi qan analizini mütəmadi olaraq verir və bununla da pasienti rahat təqib eləyə bilirik.